Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Gəlin bugün belə bir sualla tanış olaq. Demək, şəkildəki sürtünməsiz yarımkürənin K nöqtəsindən ayrılan M kütləli cisim L nöqtəsindən keçərkən kürənin səthini tərk edir. Əgər R uzunluğu 2-də 3 metr olarsa, H hündürlüyü nəyə bərabərdir? Biz burada enerji saxlanma qanunundan istifadə edəcəyik. Çünki artıq biz şərtdə gördük ki, sürtünməsiz səthdən danışılır. Deməli, çox asanlıqla enerji saxlanma qanunundan istifadə etmək olar. K nöqtəsində M cisminin malik olduğu potensial enerji L nöqtəsindəki kinetik enerjiyə bərabər olacaqdır. Deməli, K nöqtəsi üçün yazdığım potensial enerji L nöqtəsi üçün kinetik enerjiyə bərabər olacaqdır. Mən ümumi hündürlüyü yox, məhz bu hündürlükdən baxacağam. Həmin halda artıq K nöqtəsi üçün bu kiçik bir hündürlüyümüz olacaq. Həmin hündürlük və L nöqtəsi üçün artıq müəyyən bir sürət olacaq. Ona görə də oradan tapmaq olar, deməli, H hündürlüyünü. Bundan əlavə, mən L nöqtəsi ilə O nöqtəsini birləşdirərək radiusu burada da göstərə bilərəm. Və bu hissənin isə hündürlük H olduğunu əlbəttə ki, görə bilirik. Burada isə müəyyən bir alfa bucağını qeyd etsəm, həmin alfa bucağı R kosinus alfaya bərabər olacaqdır. Daha sonra mən həmin o K nöqtəsindəki hündürlüyü üçün yaza bilərəm. M, J, X hündürlüyü bərabərdir L nöqtəsindəki kinetik enerjiyə, yəni mv kvadratı böl 2. Buradan M-lərə ixtisar aparsaq, mən X deməli, hündürlüyünü tapmalıyım əlbəttə ki. Buradan X bərabər olacaq V kvadratı bölünsün 2J. Daha sonra, əlbəttə ki, bizdə V kvadratı yoxdur. Biz V kvadratını hardan tapa bilərik? L nöqtəsində cisim səthdən ayrıldığı üçün L nöqtəsi üçün dayağın reaksiya qüvvəsi 0-a bərabərdir. Çünki həmin nöqtədə cismi dayaqda saxlayan heç bir qüvvə artıq yoxdur. Mən L nöqtəsi üçün hansı qüvvələri yaza bilərəm? Gəlin ona baxaq. L nöqtəsi üçün ağırlıq qüvvəsi var və cismi kənara doğru atmaq istəyən, deməli, mərkəzdən qaçma qüvvəsini qeyd edə bilərəm. Onda mən burada mg-ni toplananlara ayırsam, mg-ni toplananlara ayırdıqda bu mg kosinus alfa olacaqdır. Bu da ma şəklində yaza bilirik. Onda mən deməli, buradan yazıram. Ma bərabərdir mg kosinus alfa. Buradan A bərabərdir J kosinus alfa yaza bilirəm. A-nın yerinə mən V kvadratı böl R yazsam, onda V kvadratı böl R bərabərdir J kosinus alfa. Və buradan V kvadratının yerinə J R kosinus alfa yazsam, aldığım bu ifadəni gətirib yuxarıdakı düsturda yerinə yaza bilərəm. Demək, buradan X bərabərdir J R kosinus alfa bölünsün 2J şəklində yazsam, buradan X üçün R kosinus alfa bölünsün 2 ala bilərəm. Demək, biz X hündürlüyünü aldıq. Buradan
x bərabərdir r kosinus alfa böl 2 demək alıram. X hündürlüyü artıq məlumdur. X hündürlüyü artıq məlumdur. Biz h-ı tapa bilərik. Buradan diqqət eləsək, bu hündürlüyün hamısı əlbəttə ki r hündürlüyüdür və həmin r hündürlüyü x ilə h-ın cəminə bərabərdir. Onda biz həmin x hündürlüyü üçün r çıxılsın h yaza bilərik. Və h-ın özü də r kosinus alfa yuxarıda əlbəttə ki qeyd eləmişdik. Demək, h-ın özü burada h bərabərdir r kosinus alfa əlbəttə ki yazmalıyıq. H üçün bu şəkildə. Və salam, biz artıq bərabərlikdə yazıb həll etsək, demək r çıxılsın r kosinus alfa. Buradan r-i mürtərizə xaricinə çıxarsam 1 çıxılsın kosinus alfa ala bilirəm. X-in ifadəsini bərabərləşdirirəm. R kosinus alfa böl 2. Hər tərəfdən demək r-ləri atsam, onda demək 1 çıxılsın kosinus alfa bərabərdir kosinus alfa böl 2. Buradan demək 3 kosinus alfa böl 2 1'ə bərabərdirsə, kosinus alfanın özü 3-də 2'ye bərabərdir. Kosinus alfanı tapdıqdan sonra biz əlbəttə ki h-ı tapa bilərik. Demək, buradan h bərabər olacaq. R-in qiyməti məlum idi. R yuxarıda verilmişdi. 2-də 3 idi. Onda R-i deməli qeyd eləsək ki 2-də 3 vurulsun. Kosinus alfanın qiyməti 3-də 2. Demək, R üçün, daha doğrusu h üçün 1 metr alırıq. Doğru cavabımız olacaq 1 metr.